Bütün tıxalı damarları açmağa ehtiyac varmı? Bəzən xəstələrimizin bizə ünvanladığı suallar belə olur. Əlbəttə ki, xeyr. Çünki bütün damarlar hər zaman açıldığında xəstəyə fayda vermir. Xüsusən də damarların qidalandırdığı ürək toxumasında ölümə baş vermişsə, artıq o damarın açılmasının hər hansı bir faydası olmayacaq. Tam tərsi xəstə üçün bir həyati risk əmələ gətirəcək. Ona görə də bəzən xəstələr deyir, doktor, mənim 3 damarımda və ya 4 damarımda darlıq var. Bunların hamısını açmaq lazımdır. Əlbəttə belə olmur. Bəzən xəstələr 3 damar tıxanıqlığı səbəbilə cərrahi əməliyyata gedir. Halbuki ürəyi qidalandıran əsas, ön divarını qidalandıran əsas damarın qidalandırdığı bölgə tamamilə ölmüş toxuma olduğu üçün oraya bypass, yəni aortokoroner şuntlama edilməsinin də heç bir faydası olmur. Bu səbəblə ürək damar tıxanıqlığı olduğunda mütləq təcrübəli bir invaziv kardioloqun görüşünü alıb ondan sonra lazımdırsa cərrahi əməliyyata getməyi məsləhət görərdim.